Cənubi Azərbaycan şairləri böyük dəqiqlik və yaradıcılıq ili haqqında hələ çox şeirlər yazacaq, çox mahnılar qoşacaqdır. Bu böyük ümidlər və arzular ili gəncliyə çox şey vəd etmişdir. Buraya Səttarxanın xatirəsini yad etməyə toplaşan bu qızlar, bu oğlanlar və gülən, sevinən azad gənclik haqqında hələ çox mahnılar, çox dastanlar yaranacaqdır. Qədim zorxanadır. Siz bu qolların və əzələlərin hərəkətinə diqqət edin. Rəvayətə görə bu hərəkətlər Azərbaycan qəhrəmanlarının qollarına qüvvət verərmiş. Və Demokrat firqəsinin böyük müvəffəqiyyətləri İranın başqa xalqlarının da ürəklərində azadlıq arzularını alovlandırdı. 1946-cı ildə dost Kürd xalqının nümayəndələri Təbrizə gəldilər. Kürdistanın böyük demokrat xadimi Qazi Məmməd nümayəndələrə rəhbərlik edirdi. Qazi Məmməd, İran Azərbaycanı ilə qarşılıqlı yardım və dostluq müahidənaməsini bağladıqdan sonra öz vətənində demokratik dəyişikliklər etmək üçün Kürdistana qayıtdı. Qazi Məmmədin adı Kürd xalqı üçün azadlıq və milli istiqlaliyyət mübarizəsinin rəmzi idi. Bu şəxs Kürdistanda hamının sevdiyi və möhtərəm saydığı bir simadır. Qazi ilə görüş böyük, qüdrətli xalq nümayişinə çevrildi. Kürdistan Hərbi Qüvvə Komandiri General Məmməd Hüseyn xan. İlin fevral ayında Tehranda hükümət dəyişildi. İran Azərbaycanı hükümətinin tələbini görə Mərkəzi İran hüküməti danışığa girməyə və İran Azərbaycanında həyata keçirilmiş milli demokratik islahatı təsdiq etməyə məcbur oldu. Başda pişəvər olmaqla Azərbaycan xalqının nümayəndələri danışıq aparmaq üçün Tehrana yola düşürlər. Təbriz təyyarə meydanı əhali ilə dolu idi. Xalq öz nümayəndələrini təntənə ilə yola salır.
Lakin hamı bir qədər nigaranıdır. Görəsən yeni İran hökumətinə inanmaq olarmı? Bu vaxta qədər Azərbaycana düşmən olan Tehran, görəsən nümayəndələrlə necə rəftar edəcəkdir? Xalq çox nigaranıdır. Çünki başda pişələr olmaqla ölkənin ən yaxşı adamları Tehrana gedir. Belə dəqiqələr olur ki, xalq öz nümayəndələrinə, öz milli hökumətinə olan yaxınlığını daha dərindən hiss edir. Belə dəqiqələr olur ki, adi sözlər müqəddəs bir and kimi səslənir. Pişələrinin xalqdan ayrılarkən söylədiyi sözlər məhz belə sözlərdir. O, xalqın qazandığı istiqlaliyyət və azadlığı qorumaq üçün əlindən gələni əsirgəməyəcəyini söz verir.